Biz bəzən belə bir şeylə qarşılaşırıq. Bəzi insanlar deyir ki, ya Ali, ya Hüseyn. Deyəndə ki, belə demə, bu şirkdir. Deyir də siz də namazda Peyğəmbərə salam deyirsiniz. Namazda Peyğəmbərə salavat demək şəriətin əmrləridir. Yəni Peyğəmbər s.ə.v-in bizə namazı necə öyrədib, o cür öyrətməsidir. Çünki Peyğəmbər s.ə.v deyir ki, namaz qılın necə məni gördünüz namaz qılıram. Və Peyğəmbər s.ə.v öyrədib səhabələrinə necə təşəhhüdü demək, necə salavatı demək. Yəni namazda Peyğəmbərə salavat demək, o demək deyil ki, ona çağırılır və ya ondan mədəd dililir, ondan kömək istənilir. Amma insanların etdikləri isə bu cür çağırışlarla qəsdləri ondan kömək istəməkdir. Yəni Allahı qoyub Allahdan qeyrisindən kömək istəmək hökmündədir. Amma Peyğəmbər sallallahu əleyhi və səlləmə salavat demək, Peyğəmbər sallallahu əleyhi və səlləmin sağlığında da var idi. Peyğəmbər sallallahu əleyhi və səlləmin vəfatından sonra da var. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm bunu şəriət olaraq əmr etmişdi ümmətinə və namaz necə bilirsiniz, səmada əmr olunan ibadətlərdən biridir və onda edilən hər bir əməl, alimlər deyirlər ki, təvqifidir. Yəni necə gəlib elə olunmalıdır. Yəni ondan insan özündən nəsə ixtira edib namazı istədiyi kimi qıla bilməz.